Menopauza dövründə daha çox siz rast gəlirsiniz süd vəzi xərçənginə ki, məhz kökəlmə də o dönəmə rast gəlir. İndi biz burada hormonal problemlərə bağlayırıqmı o xərçəngləri? Siz biraz əvvəl dediniz ki, estrogen. Onda belə çıxır ki, qadının estrogeni nə qədər çoxdursa, bir o qədər süd vəzi xərçəngi ehtimalı mı artır? Estrogendən asılı xərçəng növləri var. Estrogen, progesteron daşımayan xərçəng növləri var. Hormon neqativ xərçəng növlərimiz var, hormon pozitiv. Hormon pozitiv xərçəng varsa, o zaman biz gərək onun estrogenini basdırırıq, azaldaq ki, o xərçəng artmasın. Belə çıxır. Hormon pozitiv süd vəzi xərçəngi bütün xəstələrimizə düzgün qidalanmaq, artıq çəki almamaq, mümkün qədər dietoloqa müraciət etmək, istərsə bu iynələrlə, istərsə idmanla. Bu tövsiyələrimizdir. Nəyə görə? Biz bu dərmanları veririk. Antiestrogen dediyimiz dərmanlar, hormon əleyhi dərmanlar veririk. Hormonun səviyyəsini biz bastırmağa çalışırıq. Xəstənin kökəldiyi o qarın piylərin içərisindəki estrogenlərin səviyyəsi artdıqca bu səfər dərmanın təsiri azalır. Bu səfər də sizin köməyinizə ehtiyacımız olur.